Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycanda qadın adı həmişə uca tutulub, ona böyük ehtiram göstərilib. Qeyd olunub ki, müstəqil ölkəmizdə dövlət qadın siyasəti uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bugün Muxtar Respublika əhalisinin 50%-dən çoxunu təşkil edən qadınlarımız ana adını daşımaqla bərabər ölkə həyatının müxtəlif sahələrində də yaxından iştirak edir. Xarici ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil edirlər. Bu, bir tərəfdən çox əsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti ölkəmizdə gender siyasətinin gücləndirilməsi və yaradılan şəraitlə bağlıdır. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev qadınları bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Vurğulanıb ki, dövlət qadın siyasətinin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Bunun nəticəsidir ki, qadınların təhsil alması, karyera qurması, yüksək vəzifələrdə təmsil olunmasında uğurlu nəticələr əldə edilir. Qeyd olunub ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bugün hər bir Azərbaycan xanımı üçün bir nümunədir. Onun parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördüyü işlər əsl örnək və nümunədir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rıza Xudiyev, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova və Naxçıvan Dövlət Universitetinin tələbəsi Fidan Hüseynova çıxış edərək milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi Azərbaycan qadınının ölkəmizin əldə etdiyi uğurlarda, nailiyyətlərdə, tarixi qələbəmizdə xüsusi yeri və əməyi olduğunu bildiriblər. Sonra Muxtar Respublikanın ictimai həyatında fəal iştirak edən bir qrup qadın diplomla təltif olunub. Tədbirin bədii hissəsində yaradıcı kollektivlərin, Naxçıvan Qızlar Liseyinin şagirdlərinin və 7 nömrəli Körpələr Evi Uşaq Bağçası fidanlarının ifasında kompozisiya və rəqs nömrələri göstərilib, konsert proqramı təqdim olunub. Hafizə Əliyeva, xanım Rüstəmzadə, Cəmil Məhərramov, NTV Xəbər.